Həqiqətən çox gözəl düzəlib buğda, baxın. Necə gözəl düzəlib, baxın, görürsünüz. Buğdanı mən demək olar ki, çox vaxt yeyirəm. Çünki bu canlı qidadır. Bizim orqanizmə canlı qida lazımdır. Bizim bədəndə yeni qan yaradır, bax bu. Ürək qan damar sisteminə mükəmməl fayda verir. Onkoloji xəstələrə çox gözəl fayda verir. Yəni tükənməz faydası var buğda düzəltisinin. Mən bunu necə hazırlayıram, inşallah onu sizə göstərim. Belə bir banka götürürsünüz. 2 xörək qaşığı tökürsünüz. 1. Bu da 2. Və bura su əlavə edirik. Təxmini bura qədər, çox lazım deyil. Baxın. Yəni suyun altında qaldı da. Və bunu qoyuruq pencərənin qırağına, qalır orada. Məsələn üçün deyək ki, bu günləri günorta saat 1-dir. Qoyduq, qaldı orada. Sabah saat 1-də, təxmini 1-də, 2-də mən eyni vaxt eləyirəm. Bunu yaxşı yuyuram, təmizləyirəm, süzürəm. Üzərinə də bir dənə salfetka qoyuram üzərinə. Nəm salfetka, nəm eləyirəm salfetkanı, qoyuram bunun üzərinə, suyun süzəndən sonra. Qalır növbəti gün səhərə qədər, saat 1-2-yə qədər artıq hazır olur. Götürüb yeyirsən. Prosta bir məsələ var ki, bunu davamlı eləmək üçün, məsələn üçün, bu günlər mən bunu hazırladım, qoydum sabah saat 1-də mən bunu süzəcəm. Həmən süzən vaxtı bir bankada götürürəm, 2 xörək qaşığı töküb, su da əlavə edib qoyuram onun yanına. Növbəti gün demək, bunu süzəndə yenə birini qoyuram. Hər gün bunu qoyuram ki, hər gün mənim buğda düzəltim olsun. Və biz bunu nə ilə yeyə bilərik? Təbii ki, bax, bu uzlaşır tərəvəzlərlə, çox gözəl uzlaşır. Tərəvəz salatların içərisinə əlavə eləyə bilərsiniz. Qriskla uzlaşır, bulqurla uzlaşır. Bax, sonra belə, elə inşallah ki, bunlarla yiyin, başqa bir qatmayın. Bununla məsələn üçün yeyə bilərsiniz, qoz, fındıq, badam, tərəvəz birlikdə yeyə bilərsiniz. Bax, belə yeyə bilərsiniz. Dənli bitkiləri birlikdə yeyə bilərsiniz, problem yoxdur. Mükəmməl də düzəlib. Mən güman edirəm ki, sizi lazımı qədər başa sala bildim. İnşallah ki, kim başa düşməsə yorumlarda yazar, yenə də bir dənə izahat verərəm. Bax, belə, qoyuruq bunu. Növbəti gün bunu saat 1-də süzürük. Süzən vaxtı üzərinə dəsmal qoyacaq, nəm dəsmal. Və bir dənə də belə bir şey, bax belə bankada qoyuruq. Yəni hər gün bundan qoymalıyıq. Bax belə proseslər getməlidir ki, hər gün bizim buğda düzəltimiz olsun. Mən bilirəm, indi yorumlarda o qədər şey yazacaqsınız ki, bilmədik ki, bu necə oldu. Ona görə dəfələrlə belə təkrar başa salmağa çalışdım inşallah. Bir də bir şey deyim, mərcə də düzəldib yeyə bilərsiniz. Lobya da düzəldib yeyə bilərsiniz. Sonra noxud da düzəldib yeyə bilərsiniz.